imzalı markasının Dilkeş parfümün baş sponsorluğu, defektolog logoped Ayşə Mamedovanın xüsusi sponsorluğu və başmaqçı kişi ayaqqabıları mağazalar şəbəkəsinin sponsorluğu ilə Yeni Səhər başladı. Salam, sabahınız xeyirli, gününüz uğurlu olsun dəyərli izləyicilər. 4 aprel tarixi Yeni Səhər verilişində sizinlə bərabərik. Bugün 2 saat boyunca əhvalınızı pozitivə yükləmək istəyirsinizsə bizimlə qalın. Bir-birindən fərqli qonaqlar, müxtəlif mövzular və viktorinamızla sizin qarşınızda olacaq. Odur ki, 2 saat boyunca bizi izləyin ki, əhvalınız gün ərzində müsbət olsun. Hal-hazırda isə bir klipə yönəlirik, klipdən sonra davam edəcəyik. Və verilişimizin daimi izləyiciləri bilir ki, bizim verilişin özünün bir adət-ənənəsi var. Hər səhər günümüzə idmanla başlamasaq mümkün deyil. Çünki idman həqiqətən insanı sanki yeni günə hazırlayır. İdman necə ki deyirik ki, ruhumuz oyansın, ruhumuz dincəlsin. Eyni şəkildə bədənimizin də buna ehtiyacı var. Və bunun üçün səhər tezdən kiçik bir idman hərəkətləri eləsəniz, o zaman bütün gün boyu bunun faydasını görmüş olacaqsınız. Və hər zaman olduğu kimi bugün də studiyamızın idmançı qonağı hazırda. Buradadır Əliyev Səddam. Sabahınız xeyirli, gününüz uğurlu olsun. Powerlifting üzrə 4 qat Azərbaycan çempionu, strongman və street lifting üzrə Azərbaycan çempionu, Aikido üzrə qara kəmər və məşqçi. Necəsiz? Sağ olun, yaxşısınız. Təşəkkür edirik, yaxşı olasınız. Necə başlayıb gününüz? Günüm yaxşı başlayıb, rahat. İnşallah tək yaxşı da davam eləsin. Əlbəttə ki, yaxşı başlamasa yaxşı da davam eləyər. Və bizim fitness rubrikamızda hər gün səhər-səhər bizim idmançılarımız, məşqçilərimiz, bizi izləyən izləyicilərimizə kiçik hərəkətlər nümayiş etdirirlər ki, onlara ən azından bir motivasiya olsun. Çünki insan tənbəllik eləyir səhər tezdən durub idmanla məşğul olmağa, amma məşqçi ilə bunu etmək, həm də öz evində olaraq bu biraz daha asanlıq yaradır. Ona görə biz istəyərdik ki, belə deyək, əgər siz hazırsınızsa, biz başlayaq idman hərəkətlərimizə, çünki bizi efirdən izləyən izləyicilərimiz var. Hansı ki, işə hazırlaşırlar, dərsə hazırlaşırlar və yaxud da hansısa bir işləri var, yəni onu görməyə getməyə hazırlaşırlar. Amma öncəliklə bir idman eləsinlər, sizdən faydalansınlar, daha sonra söhbətimizi davam edərik. Oldu. Yüngül isilmə, gərilmə və oynaq hərəkətlər eləyək. Düz buyurdunuz ki, səhər idmanı biraz yüngül və rahat olmalıdır ki, özümüzü çox yormayaq, günə özümüzü hazırlayaq. Çalışarıq bir şeylər görsədək, həmişə kimi. Təşəkkür edirik. Mən mikrofonu götürüm.
təşəkkür edirik. Və belə deyək, bu idman hərəkətləri əsasən isinmə hərəkətləri adlanır. Bu hərəkətləri özləri evdə eləyərkən nəyə diqqət eləməsələr zədələnə bilərlər? Ən əsası tələsmək lazımdır yavaş-yavaş. Çünki bədən təzə oyanmış olur, əzələlər oynarlar, hələ belə deyək, soyuq olur. Yavaş-yavaş isinərək, xırda-xırda yavaş tempi artırmaq olar. Bir də ki, statik dartınma yox, mən göstərdiyim kimi, yəni dartınıb bir yerdə dayanmaq yox, hərəkətdə olanda, tempdə olanda dartınma eləsələr, daha yaxşı olur, onda zədələnməzlər. Ən əsası tələsmək lazımdır. Yavaş-yavaş, biraz tempi artırmaq olar. Buyurun qonaq kürsüsünə, söhbətinizi burada davam eləyək və mənim daha bir sualım olacaq sizə. Buyurun. Zədələnmələrdən danışdıq burada. İdman zədələri bəzən görürsən ki, insanlarda yaranır, yaşanır. Buna qarşı nə edə bilərlər? Deyək ki, öncədən deyirik ki, məsələn, idman zədəsi olmasın, bu hərəkətləri eləyin, bunlara eləsəniz olmaz. Deyək ki, oldu. İlkin olaraq nə etməlidirlər? İlkin olaraq əlbəttə ki, hərəkəti yandırmaq lazımdır, sözsüz ki. Ən birinci odur. Zədələnəndə əgər şişkinlik yoxdursa, ya göyərti, ya filan şey yoxdursa, daha yaxşıdır. Amma əgər elə bir şey olursa, o ki, zədələnəndə bu tez özünü bürüzə verir. İlk öncə soyuq nəsə bir şey qoymaq lazımdır. Əldir, ayaqdır, məsələn, dizdir, oldu ki, zədələndi. Yaxşı olar ki, olmasın, amma olur. İlk öncə oranı soyutmaq, həmən nahiyəni soyutmaq lazımdır və hərəkəti dayandırmaq lazımdır. O nahiyəni tamamilə elə bir izolyasiya eləməkdir. Biz onu hərəkət elətdirməməliyik. Ondan sonra əlbəttə ki, artıq tibbə də müraciət edib, baxır ki, yaranın, zədənin hansı dərəcədə olmasına asılı olaraq dəyişir. Öz-özünü müalicə ilə məşğul olmamaq, bunu yaxşı olar ki, daha yaxşı olar, peşəkarlara müraciət etmək lazımdır. Sonra isə həmən nahiyəni təzədən isitmək lazımdır ki, orada qan dövranı yaxşılaşsın. Çünki qan dövranı yaxşı olan yerdə bərpa prosesləri də yaxşılaşır. İdman qədər səhər tezdən qidalanma da vacibdir. İdmançı olaraq səhər tezdən ilkin olaraq nə qəbul edirsiniz? İlk öncə çalışıram bir stəkan su içim, yaxşı olar soyuq olmasın, ilıq olsa olar. Su həmişə, yəni onun belə deyək, ziyanı olmaz. Qədərində hər şey xeyri var. Ondan sonra qidaya gəldikdə, indi biz idmançılar ola bilsin, biraz fərqlənirik, ya qidaya daha çox tələbatımız var və yaxud daha çox fikir veririk, amma ən əsas nə vacibdir? Düzgün rasionu bölmək daha vacibdir. Bu karbohidratın, zülalın və yağın bərabər paylanması. Yəni indiki müasir dövrdə karbohidrata daha çox üstünlük verirlər deyə bu kökəlmələr və s. çoxalıbdır. Amma zülala da daha çox fikir vermək lazımdır. Balanslı qidalanma deyəndə nəyi nəzərdə tutaq? Balanslı qidalanma. Yəni gün ərzində rasionu düzgün bölmək. Karbohidrat bizə güc verirsə, zülal bizim bütün belə də endokrin sistem və orqanların işləməsinə kömək edirsə, yağlar da bizə həm dərinin cavan qalması, həm oynaqların yaxşı qalması və bir çox prosesdə bu bizə lazımdır. Böləndə isə daha çox zülal yaxşı olar ki, karbohidratdan bir balaca çox olsun. Belə deyək də, hardasa bir 70-in 30-a nisbətində. Amma ümumiyyətlə böləndə 30% yağlara düşməlidir əslində. Yəni bu daha yaxşı olar. Digər qalan hissə isə biraz zülalın xeyrinə daha çox, karbohidrat da onun yanında. Yəni bu 3 hissəyə bölünməlidir. Mütləq şəkildə onlar bölgü davam olunmalıdır. Bölgü olsa daha yaxşı olar. Düzdür, bu bir belə deyək, çoxları bunu daha çox dərindən gedir, bir lap özü üçün daha bir çətin vəziyyətə gətirib çıxardır, amma təqribən yəni bu nisbətdə olmalıdır. 3-ün 1 yağlar, o da ki yaxşı olar ki, doymuş yağlar olsun daha çox. Daha faydalı olur. Bəli, sonra gəlir karbohidrat. Daha çox isə zülal qəbul etmək lazımdır. Və bəli, elə qidalanmadan söhbət düşmüşkən, keçid alaq mətbəximizə. İzləyicilərimiz bilirlər ki, səhər tezdən, düzdür, səhərə aid qidalar görmürəm hələ ki burada. Sabahınız xeyirli, gününüz uğurlu olsun. Cəlal bəy bizim efirimizdədir. Buyurun, zəhmət olmasa. Bugün nə hazırlayacaqsınız bizim izləyicilərimizə? Bu günləri Meksika mətbəxindən olan chicken fajitos hazırlayacağım. Fajitos hazırlayacaqsınız. Bəli. Özəlliyi nədir bu yeməyin? Bilirsiniz ki, burada ədviyyatlar xüsusi rol oynayır, düzdür? Hansı ədviyyatlardan istifadə edəcəyik? Ədviyyatlarımız birinci duz, isiyot, çili tozu, kimyondur. Ondan sonra isə zeytun yağıdır, sarımsaq, soğan, pomidor sosu, rəngli bibərlər, filə əti və lavaş. Bunu nahara və axşam yeməyinə istifadə edə bilərlər. Kalori dərəcəsi nədir? Kalori dərəcəsi azdır. Azdır. Çoxdur. Yəni çox rahatlıqla diyeta saxlayanlar belə istifadə edə bilərlər. Nələrə
xüsusi diqqət eləməlidirlər hər bir yeməyin özünün hazırlanmasında. Ələxüsus da əgər biz hansısa bir xarici mətbəxə müraciət ediriksə, Bəli. o zaman elə bir nöqtələr var ki, onları xüsusi diqqətdə saxlamaq lazımdır ki, olduğu kimi alınsın. Bəli. Burada ən əsas olan bəzi şeylər odur ki, məsəl üçün soğan, rəngli bibərlər, onları eyni dərəcədə doğramaq lazımdır ki, eyni anda da pişsin. Ona üstünlük vermək lazımdır. Ondan sonra ədviyyatların nə qədər vurulmağıdır, sonra pomidor sosunun duzlu duzadı, əlavələri filan, onları diqqət etmək lazımdır ki, qoy yaxşı çıxsın yemək. Tamam, o zaman siz başlayın. Siz davam elədikcə biz yaxınlaşacağıq sizə, proseslərin hansı mərhələdə olduğu ilə maraqlanacağıq. Biz isə yönlənək artıq qonağımıza. Çox sağ olun. Təşəkkür edirik, uğurlar arzu edirik sizə. Və söhbətimizi davam elətdirmək istəyirəm, dəyərli izləyicilər. Öncəliklə bir şey qeyd edeyim ki, idmandan danışdıq, qidalanmadan danışdıqsa, bəzən görürsən ki, insanlar özləri, biz deyirik ki, məsələn, zülaldır, karbohidratdır, bunlar balanslı şəkildə. Eyni zamanda insan da öz orqanizmini tanımalıdır. Çünki hər bir orqanizm fərdidir və tanıyıb bilməlidir ki, onun orqanizmi nə istəyir, bədəni ondan nə istəyir, nəyə daha çox ehtiyacı var. Bizdə isə əfsuslar olsun ki, diyeta, pəhriz dedikdə mütləq şəkildə ac qalma deyə başa düşülür. Ac qaldıqca orqanizmdə hansı proseslər baş verir və ac qalma, arıqlama müddətini tezləşdirirmi? Bir dənə buna istəyirəm diqqət yetirək. Düz buyurdu, diyeta ac qalmaq, pəhriz ac qalmaq demək deyil. Pəhriz düzgün qidalanma deməkdir. Elə qeyd elədik biz zülal, karbohidrat və yağ və burada daha belə deyək, onlardan da vacib bu deməli meyvə, tərəvəz və bu kimi şeylərdir. Yəni, amma meyvə tərəvəzin də miqdarına diqqət eləmək lazımdır. Hər şeyin miqdarına diqqət. Zülalın da miqdarı vacibdir, karbohidratın, hətta pəhrizin də hansısa bir müəyyən dərəcəsi olmalıdır. Çünki biz deyirik ki, məsələn, meyvə tərəvəzlə qidalanmaq lazımdır. O düz Elə deyil. saatda elə meyvələr qəbul olunur ki, bəlkə elə ondansa qidalansa ondan daha yaxşıdır. Hər şey öz vaxtında yaxşıdır, düz deyirsiniz və ac qalmaq düzgün metod deyil, düzgün qidalanma düzgün metoddur. Ac qalanda insan bədəndə nə baş verir? Bu düzdür, müddətdən müddətə fərq var. Ac qalanda insan başlayır belə sadə desək özünü yeməyə içəridən. O həm yaxşı şeyləri məhv edəcək, həm pis şeyləri yeyəcək. Yəni bizə amma özünü bərpa da pis bir şey deyil və bu dediyiniz detoks sayılır da, belə deyək. Əslində bədənin detoksu kimi sayılır. Deyirlər də, amma o detoks nəzərdə tutursa bəli, amma pis şeylərlə bir də yaxşı şeylər də gedir. Biz bilmirik ki, indi hansı gedəcək. Yaxşı şey gedəcək, yoxsa pis şey gedəcək. Ona görə o balans şəkildə olsa daha yaxşıdır. Hər halda çox maraqlı bir məqamdır. Bir dəfə mütləq şəkildə bu mövzuya qayıdarıq. Çünki bu ac qalmaqla bağlı həqiqətən mən özüm də bunu xüsusi izləyirəm, oxuyuram. Bildirilir ki, bir müddət, bir dönəm ac qaldıqdan sonra sizin dediyiniz kimi orqanizm başlayır artıq o enerjini öz-özündən götürmək. Hardansa enerji almalıdır, məcburdur öz-özü. Orada artıq bizə lazım olan maddələrdə enerji maddəsi kimi istifadə edəcək. Ona görə də düzgün qidalansaq əslində, məsəl üçün zülal karbohidratının yanında mütləq meyvə, tərəvəz və göyərti yeyilməlidir ki, onun yediyimiz yeməyi düzgün formada yaxşı həzm eləyə bilək. Yaxşı həzm olunmayanda bizə o əksinə ziyan verir, artıqlıq yaradır dediyiniz kimi. Meyvə də belə insan var, bəlkə o meyvə ona əksinə ziyan verəcək, bədən onu götürməyəcək. Elə düz deyirsiniz, bu metod yoxlama, eksperiment və test metodu ilə insan öz-özünü tanımalıdır ki, buna nə xeyirli, nə yox. Ən dadlı bir şey də olsa belə, əgər ona ziyan verirsə, ondan çəkinməsi daha yaxşıdır. Bir də qədərində olanda, hər şey təbii ki, qədərində olanda artıq onun zərəri də su içiləndə də dərd verir, yəni belə bir söz var. Birinci saflığı varsa da suda artıq içiləndə dərd verir o da. Hər şey miqdar önəmlidir. İstənilən şey bu təbiətdə bizə lazımdır, əsas miqdardır. Əsas miqdardır. Bir şey də vurğulayaq, yaz ayındayıq. Yaz ayları hər nə qədər bizə motivasiya versə də, başımızı belə xoşbəxtlikdən gicəlləndirsə də, gün çıxır, günəşdir, budur, bəli, insan əhval-ruhiyyəsi yaxşılaşır. Amma yazın da özünün müəyyən bir problemləri var. Deyək ki, allergiyası olanlar var, eyni zamanda hava dəyişkənliyi ilə bağlı sağlamlığında bir sıra problemlər yaşayan insanlar olur. Hava dəyişkənliyi olur, qrip çox yayılmış olur. Mövsümi xəstəliklər yayılır. Mövsümi xəstəliklər zamanı bu hansısa bir idman varmı ki, deyib buna icazə verilmir, bu olmaz, nəfəsə mi təsir göstərər və yaxud da nəyəsə belə bir qadağa falan varmı? Qadağa yoxdur. Olsa da nədən ibarətdir? Əgər aktiv idman sevər bir şəxsdirsə, insandan insana çünki fərq. Əgər bu aktiv idman eləyirsə,
ya məsəl üçün peşəkar idman eləyir, onsuz da peşəkar özləri öz işlərini yaxşı bilir. Ya da ağır idman eləmək sevən bir həvəskardırsa, həmən o bir 3-5 gün ki, bu məsələn mövzu xəstənin ən belə pis pik vaxtıdır. Tutaq ki, yoluxub xəstələnib ola bilər 3-5 gün, 3 gün özünü biraz saxlasın. Yüngül isilmə, gərilmə hərəkətləri eləyə bilər. Yüngül hərəkətlər biraz qanı belə deyək, qaynatsın, biraz qızışdırsın özünü, amma ağır idman hərəkətdən uzaq dursun. Niyə? Çünki həmən o periodda immunitet, bədən müqaviməti zəif olur. Biraz da biz məşqlərlə onu biraz da zəiflətməyək və o xəstənin periodu uzanacaq. Biz əgər ağır idman eləsə, orqanizmə biz bayaq dediyimiz ki, özünü bərpa eləmə periodunu uzadacağıq. 3-5 gündən heç nə olmur, 3-5 gündən insan o qədər də zəifləyib geriyə düşmür və formadan da düşməz. Amma biraz səbirli olub o momenti keçsə daha yaxşı olar. Və havaya görə məşq bəlirləməliyik mi? Əlbəttə ki, bəlirləməliyik. Əgər bu çox isti havadırsa, günəşin pik saatları olur. Tutaq ki, 12-dən 2-yə kimi ya 3-ə 4-ə kimi, 12-dən 4 arası olur. O vaxtı günün altında gəzməmək daha tövsiyə olunur. Bu adi insana da fərq eləyir, fərq yoxdur, idmançı olur, kim olur olsun. Və yaxud yazda belə deyək, yüngül bir olar, papaq da geyinə bilər birbaşa, məsəl üçün günəş şüası vurmasın, həmən o ən pis vaxtlarda o da ola bilər. Yüngül sərin meh varsa, açıq havada məşq eləmək istəyirsə, idman eləmək istəyirsə, əyninə biraz... Yazın məncə ən gözəlliyi budur. Çünki yayda çox isti olur, yaz isə tamam başqa. Amma yazda da biraz alladıcı olur da, səhər ya günorta isti ola bilirsə, biraz axşama doğrusu bəlkə sərin olacaq. Əyninə, məsəl üçün, biraz geyiminə fikir versin və yaxud əlavə bir nəsə, bir gödəkçə, bir nəsə özünə götürsün. Oldu, yazdı, dəyişkən ola bilər. Havada məşq eləmək istəyir, idman eləmək istəyir, eləsin, amma bunu şüyləyə tədbirini də görsün. Əlbəttə, tədbir vacibdir, yəni tədbir görməlidir. Elə buna görə də izləyicilərimizə hava proqnozunu çatdıraq. Elə yeri gəlmişkən, bəli, hava proqnozunu bilsinlər ki, gün ərzində ən azından bəlkə nəyəsə riayət eləyə bilsinlər. Hidrometeorologiya xidmətindən verilən məlumata görə Abşeron və Bakıda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-14 dərəcə isti, gündüz isə 18-22 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 559 mm civə sütunundan 763 mm civə sütununa qədər yüksələcək. Təzyiqlə bağlı hansısa bir belə deyək də bu meteo həssas insanlar ki var, xüsusilə buna diqqət eləsələr daha yaxşı olar. Azərbaycanın rayonlarında isə hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə hətta sulu qara belə keçəcəyi ehtimalı var. Hava soyuyacaq, belə başa düşürük. Hava soyuyanda da regionlarda, xüsusən şimal-qərb regionlarında bu özünü göstərir və bu aylarda həqiqətən də daha çox dəyişkənlik məhz həmin regionlarda hiss olunur. Gündüz isə əksər rayonlarda yağıntıda fasilə olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu regionlarda gecə 10-15 dərəcə, gündüz isə 20-25 dərəcə. Dağlarda 2-7 dərəcə isti, gündüz 12-17 dərəcə istilik olacaq. Əgər regionlara getməyə hazırlaşırsınızsa, həm də nəzərə alaq ki, həftə sonu insanlar artıq bölgələrə üst tuturlar, dincəlməyə. Xüsusən yaz fəslidir, bölgələrimiz o qədər gözəl olur ki, bu aralarda. Bunu nəzərdə saxlayarsınız, diqqətdə saxlayarsınız. Söhbətimizi davam elətdirmək istəyirik. Danışdıq havanın, belə deyək də, dəyişkənliyi və idmana təsiri. İsti aylarda isə açıq havada idman daha xoş gəlir insanlara, açıq havada idman eləmək. Mən özüm də sevirəm açıq havada. İsti aylarda əsasən açıq havada idman eləmək istəyənlər ən vacib su balansına fikir versinlər, yəni bədəni susuz saxlamasınlar. Özlərinə yetərli qədər su götürsünlər. Ümumiyyətlə belə bir qəbul olunmuş norma var. İstənilən yetkin yaşına çatmış şəxs gün ərzində heç olmasa bir 2 litr yarım, yəni 2 litr yarım su içməlidir. Bu normadır. Amma çoxu bunu eləyə bilmir. Bir çox insanlar su içməklə bağlı problem olur. Yoxsa eləmir. Belə deyək, eləyə bilmir, bəhanə... Məsuliyyətçi bəhanə. Bəli, bəhanə olaraq deyir, eləyə bilmir. İstəyir eləsinlər, istəyir eləməzlər, özləri üçün eləyirlər, ən birinci. Necə bunu özlərində vərdiş, ən birinci bilsinlər ki, bu onların sağlamlığıdır. Yəni, sağlamlıq getdisə, o çətin qaydan bir şeydir. Özlərinə eləyirlər onu, ən birinci, onu özlərinə aşılasınlar. Sağlamlıqlarına, elə dərinin özü olsun. Düz deyirsiz, dəridir, dırnaqdır, saçın bu sağlamlığı birbaşa içdən orqanizmə gələn bir şeydir və bizim bütün orqanlarımız,
hətta beyin belə, hamısı suya ehtiyac var. Bədən 75% dillə sudan ibarətdir. Qanımız belə, hamısı sudur. Yəni özlərinə onu belə deyək, rəva bilirlərsə, özlərinə içməsinlər, amma içsələr daha yaxşı olar. Özlərinə yer etsinlər ki, bu fikir ki, özləri üçün sağlamlıq şeylər. Və birdən-birə içmək də əlbəttə ehtiyac yoxdur, bezər insan. 1 saatdan bir heç olmasa bir stəkan su, 2 saatdan bir yaxşı bir 1-2 stəkan su içmək mənə elə gəlir belə çətin bir şey deyil. Suyu hansısa bir şəkildə dadlandırıb içmək. Siz özünüz bundan istifadə eləmisinizmi heç necəsə? İstifadə eləmişəm, eləyirəm də. Məsələn, nələrdən istifadə Necə? Şəkər qatmamaq əlbəttə ki, şəkər bizə lazım deyil. Yüngül, asan həll olunan bu şəkərlərə ehtiyac yoxdur. Dadlandırmaq, limon dilimləyib doğraya bilərlər. Məsəl üçün, əgər xüsusi onların bir şüşədə gəzdirəcəklərsə, elə bir şey eləmək olar. Şəkər əlavəsi, şəkər qatqısı olmayan hansısa dadlandırıcı vermək olar. Əgər adi suyu içməkdən bezirlərsə, ən yaxşı metod elə limonun özüdür və yaxud adi sudur. Mineral su da olar. O da qədərində yenə də, əgər həmən şəxsin çoxlu miqdarda mineral suya, yəni əks təsiri yoxdursa. Açıq havada istidə ən birinci papaq lazımdır birbaşa gün şüalarından qorunmaq üçün. Bu vacibdir. Bayaq dediyimiz kimi 12-dən təqribən 4-5 arası, 4 arası günəşin birbaşa şaquli düşmə istiqaməti var. Ondan biz qorunmalıyıq, yaxşı olar. Xüsusən də bizim ölkə isti ölkə siyasındadır. İlin 300 günü bəlkə də günəş şüası düşür, yayda bizdə isti olur. Bir papaq yaxşı olar axşam vaxtı gün batanda məşq eləsinlər. Ya da səhər 12-yə kimi kimisə gün çıxmamış, bəlkə kimisə imkanı var bunu eləmək eləsin, imkanı olmayan axşam vaxtı eləsin, gün batanda ki mən xoşlayıram gün batanda, yayda mən açıq havada eləyirəm. Xoşlayırsa istini mütləqdir ki, günorta eləməlidir. Baş örtüyü mütləq, bir də ki su mütləq. İdman eləyən zaman minimum heç olmasa litr və 2 litr idman vaxtı 2 litr olmalıdır. Yəni gün ərzində deyil, bu artıq sırf idman zamanı. Sırf idman vaxtının bu ölçüsüdür. Gün ərzində o 2 litr suyunu içməlidir heç. İdman eləyirsə idman zamanı eləməli, çünki tələbat artır, qan qatılaşır, ürəyə yük düşür, əlavə oynaqlar qurur və s. Bu kimi şeylər var. Mütləqdir. Təşəkkür edirik. Bu səhər zamanınızı ayırdınız, gəldiniz həm bizə, həm izləyicilərimizə idmanla bağlı həqiqətən dəyərli məsləhətlər verdiniz. Mən izləyicilərimiz üçün qeyd edeyim ki, bugünkü qonağımız, idmançı qonağımız, fitness rubrikamızın qonağı Əliyev Səddam powerlifting üzrə 4 qat Azərbaycan çempionu, strongman və street lifting üzrə Azərbaycan çempionu, Aikido üzrə qara kəmər və məşqçi. Çox şad olduq. Mən də şad oldum sizə görə. Sağ olun, çox sağ olun. Görüşərik, sağ olun. İmzalı markasının Dilkeş parfümün baş sponsorluğu, defektolog logoped Ayşə Mamedovanın xüsusi sponsorluğu və başmaqçı kişi ayaqqabıları mağazalar şəbəkəsinin sponsorluğu ilə Yeni Səhər reklamlardan sonra davam edəcək. İmzalı markasının Dilkeş parfümün baş sponsorluğu, defektolog logoped Ayşə Mamedovanın xüsusi sponsorluğu və başmaqçı kişi ayaqqabıları mağazalar şəbəkəsinin sponsorluğu ilə Yeni Səhər reklamlardan sonra davam edir. Bitdi və verilişimiz davam eləyir. Bu mərhələdə biz artıq aşpazımızın yanındayıq. Cəlal bəy, necə gedir vəziyyət? Yaxşıdır hər şey. Bibərlərimizi doğrayırıq. Bibərlərimizi doğrayandan sonra keçəcəm ətə. Əti başlayacağam doğramağa. Ondan sonra isə başlayacağam zeytun yağında soğanı qovurmağa. Sonra ətə əlavə eləyəcəm bibəri və digər ədviyyatları. Tamam. Mən indi bir məqama diqqət yetirmək istəyirəm. Təbii ki, bu yeməyin özəlliyi həm də doğrama qaydalarıdır. Mən sizdən bir şey xahiş edirəm. Mən hər dəfə bura belə sizin yanınıza yaxınlaşa bilmirəm. Olarmı ki, siz fileni necə doğranılırsa, zaten bunlar qarışdırılacaq. İzləyicilərimizə göstərərdiniz ki, file necə doğranılır? Sırf fagitosun bişirilməsində fileni necə doğrayırıq? Çünki istənilən halda yəni qalın və ya nazik doğranılması önəmlidir. Nazik doğrasaq çox quruyacaq, qalın doğrasaq uyğun olmayacaq. Ölçülər vacibdir, düzdürmü? Bəli. Ölçülərə diqqət edirsiniz, yoxsa siz də elə göz ölçülərə diqqət edirik. Göz ölçülərinə baxırsınız? Özü doğrama üsulları var əsasən.
Bu doğrama üsulumuz da jülyen adlanır. Azərbaycan dilində desək samanvari. Göstərin istəyirsiniz nazik şəkildə, çox yuxarı qaldırmadan, belə elə aşağıdan göstərək. Aha, onları da xırdalayırsınız. Bəli, bəli. Belə olmaz. Bəs çox qurumaz elə? Yox, yox. Onda bişən zaman onun o müddət var, ona diqqət eləmək lazımdır. Bəli, bəli. Soğanla bir yerdə qovrulacaq. Belə nazik olanda daha da yaxşı olur. Aha, bir də bir şey soruşum. Yağa düşməyini gözləyirik, yoxsa biraz belə soteliyirik deyək, sulu qalmasına diqqət edirik? Biraz soteliyirik, ondan sonra əlavə edəcəyik. Tamam. O zaman siz davam eləyin və belə deyək, insanlara hər zaman məşhur insanların həyatları, günlük həyat tərzləri maraqlı olub, hər zaman maraqlanıblar və mən xüsusi insanlar tanıyıram ki, hətta milyonçuların həyat tərzi ilə maraqlanırlar, onlar nə yeyirlər, nə içirlər, gündəlik həyatları necə keçir. Belə bir xəbər çıxdı səhər-səhər qarşıma, deyir, milyonçular səhər yeməyindən əvvəl nə eləyirlər? 5 səhər vərdişi var, hansı ki, bu səhər, belə deyim, günün gedişatını tənzimləyir. Əvvəla birinci vərdiş odur ki, bir milyonçu günə çox erkən başlayır. İkinci vərdiş fiziki aktivlikdir. Gününüzə erkən başlasanız, fiziki aktiv olsanız, bizim idmançılarla qoşulub idman etsəniz, düşünürəm ki, artıq bu həyat tərzinin 2 əsas nüansını həyata keçirmiş olarsınız. Üçüncü vərdiş nədir? Meditasiya və ya şuurlu düşüncə məşqləri. Bilmirəm, indi insanlar buna nə dərəcədə real baxırlar yoxsa yox, amma həqiqətən günümüzdə çox məşhurdur düşüncə ilə meditasiya etmək, düşüncə ilə belə deyək də günü tənzimləmək, hətta həyatı tənzimləmək. Media maqnatı və xeyriyyəçi Oprah Winfrey hər səhər meditasiya eləyir. Yeri gəlmişkən eyni zamanda da elə ən məşhur aparıcılardan biridir və o tam əmin olduğum şeylər adlı bir kitabında yazır. Meditasiya mənə daxili rahatlıq və aydınlıq tapmağa kömək eləyir. Meditasiya əslində nədir? Meditasiya ruhun bədənlə sanki bir birləşməsidir, ruhun hüzurudur. Çalışın ki, heç olmasa gün ərzində ən narahat hiss etdiyiniz zamanlarda belə bir neçə dəqiqə meditasiyaya zaman ayırasınız, bir neçə dəqiqə özünüzdə, daxilinizdə bu rahatlığı hiss edə biləsiniz. Dördüncü vərdiş mütləq şəkildə oxumaq və öyrənməkdir. Oxumaq, öyrənmək, mütaliə hər zaman hər kəs üçün vacibdir. Heç bir insan deyə bilməz ki, mən oxumuşam, bilirəm. Adətən belə deyək də, belə bir misal var, deyirlər, hər şeyi bilən insanlar belə ondan soruşanda ki, nə bilirsən? Məsələn, Sokratdan soruşmuşlar ki, sən bu yaşına gəlmişsən, nə bilirsən? Deyib, mən bilirəm ki, heç bir şey bilmirəm. Həyat elədir ki, gündəlik rutinimiz elədir ki, mütləq şəkildə nələrisə öyrənməliyik. Mütləq şəkildə nələrdənsə faydalanmalıyıq. Dördüncü vərdişimiz oldu oxumaq və öyrənmək. Oxumaq, yeni şeylər öyrənmək və dünya görüşünü artırmaq bu vacib nüanslardandır. Beşinci nüans isə ən vacib nüanslardan biri günün planlaşdırılmasıdır. Zamanınızı nə qədər doğru planlasanız, bir o qədər səmərəli istifadə eləmiş olacaqsınız. Amazonun qurucusu Şef Bezos səhəri prioritetlərin siyahısına hazırlamaqla başlayır. Forbes müsahibəsində bildirib ki, mən hər zaman gün ərzində nə edəcəyimi dəqiq bilirəm. Gününüzü planlamaqla siz günün saatlarından səmərəli şəkildə istifadə eləmiş olacaqsınız. Beləcə zamanınız boşa getmiş olmayacaq. Planlı şəkildə hərəkət etsəniz, o zaman gününüz də planlı şəkildə davam eləyəcək. Mən hazırda viktorinamızı sizə təqdim etmək istəyirəm. 5 zərf adlı viktorinamız var. Hansı ki, burada görürsünüz, burada indi qarışıb, düz deyib yoxdur. 5 zərfimiz var bizim. Bu zərflərdən birini aşağıdakı telefon nömrələri ilə əlaqə saxlayaraq viktorinamıza qatılırsınız. Bu zərflərdən birini seçirsiniz, hansı rəng sizin xoşunuza gəlirsə. Birini seçirsiniz, daxilində olan, yəni zərfin içərisində olan çox sadə sualdan birinə, amma çox qısa zamanda cavab verirsiniz. Daha sonra isə digər rəngli zərflərdən ürəyinizə yatan rəngi seçib, onun içərisində olan hədiyyəni qazanırsınız. Əgər bizimlə bərabər bizdən hədiyyə qazanmaq istəyirsinizsə, mütləq şəkildə ekranda gördüyünüz nömrələrlə əlaqə saxlayın, viktorinamıza qatılın, qalib olun və hədiyyə qazanın. Verilişimizi davam elətdirmək istəyirik və studiyamızın artıq musiqili qonağı buradadır. Mən istəyərdim ki, çox böyük məmnuniyyətlə Nazim Pişvərini, sevimli müğənnimiz, sənətçimiz Nazim Pişvərini studiyamıza dəvət eləyək. Sabahınız xeyirli, gününüz uğurlu olsun, xoş gəlmişsiniz.
sən məndən nəzəri, həsrətindən yanıram, yoxdur heç xəbəri. Çəkibdir qəsdimə cəllad kimi gözləri, kaman bir tərəfdəndir, ox yay bir tərəfdən. Çəkibdir qəsdimə cəllad kimi gözləri, kaman bir tərəfdəndir, ox yay bir tərəfdən. Həsrətindəyəm ey yar, səni ey sevgili dilbər, səndən ayrı salıbdır məni yol salmaq yar. Sənin eşqin edibdir, sənin eşqin edibdir, bu aşık izarı gör necə bimar. Sənin eşqin edibdir, sənin eşqin edibdir, bu aşık izarı gör necə bimar. Həsrətin yandıracaqdır pərvanələri, qoyma ginən kənarına biganələri. Açma aygız zülfündəki divanələri, bağla ginən bir tərəfdən, say bir tərəfdən. Açma aygız zülfündəki divanələri, bağla ginən bir tərəfdən, say bir tərəfdən. Həsrətindəyəm ey yar, sən ey sevgili dilbər, səndən ayrı salıbdır məni yol salmaq yar. Sənin eşqin edibdir, sənin eşqin edibdir, bu aşık izarı gör necə bimar. Sənin eşqin edibdir, sənin eşqin edibdir, bu aşık izarı gör necə bimar. Sənin eşqin edibdir, sənin eşqin edibdir, bu aşık izarı gör necə bimar. Sənin eşqin edibdir, sənin eşqin edibdir, bu aşık izarı. Gör necə Sabahınız xeyirli, gününüz Sabahınız uğurlu xeyir olsun. olsun. Xoş gəlmisiniz. Çox Təşəkkür şad olduk sizi edirəm. studiyamızda görməyi. Sağ Buyurun olun, əyləşin, xanım. söhbətimizi Təşəkkür davam edirəm, eləyək. çox sağ Necəsiz olun. Nazim müəllim? Sağ olun, yaxşıyam. Necə gedir işləriniz? Necə Şükürlər başlamısınız olsun. sabaha? Yaxşıdır, hər şey yaxşıdır. Sabaha necə başlayırlar heç nə. Ərzimi yumuşam, çayımı içmişəm, gəlmişəm bura çəkilişə. Biraz Adətən- düzdür, çətinliklə Bəli, durmuşam. onu deyəcəkdim elə. Çünki bilirsiniz ki, bu sənət adamları... Bu qədər rahat başlaya bilməzdiniz elə. Səhər tezdən yuxudan durdunuz, oyandınız və bura gəldiniz. Əgər söhbət musiqiçilərdən gedirsə, mütləq ən azından yuxudan oyanma mərhələsində o çətinlik Sizə olur. deyim ki, mən səhər verilişlərində demək olar ki, çoxsuna imtina edirəm çünki dura bilmirəm. Sonra sonda elə olur ki, gəlib çıxa bilmirəm və belə deyim də o heyətin qarşısında hüzurlu qalıram. Amma xanım isə olduğum hörmətdən mən gəlməyə bilməzdim, yəni gecikə də bilməzdim. Yox, çox şükür gecikməmisiniz, hər şey çalışdım yerindədir. ki, xanım dedi ki, yəqin ki, artıq tez gəlirsin, durursan da yuxudan. Deyirəm ki, çalışıram tez durum, amma bilirsiniz 8-də burada 9-da işləmiş burada olmaq bu biraz çətindir mən açığı deyim sənət adamı üçün, amma yenə də özümü bir təhər toparladım. Bir neçə dənə evdə budilnik var, hamısını qoydum. Onu deyəcəydim, zəngi ki, çalsın. o zəng çalsın, bu zəng çalsın, hamısı zəng çalsın ki, mən oyana bilim. Çünki biraz çətinlik çəkirik də oyanmaqda. Rejim ki, rejim deyil. Yəni bir var ki, getdin işi və axşam 6-da, 7-də çıxdın, gəldin evə filan besməcəm. Bizdə rejim yoxdur da. Biz 2-də də gələ bilərik, 12-də də gələ bilərik, 3-də də, 5-də də, nə bilim, axşam 9-da da gələ bilərik. Amma yox, dünənləri tez gəlmişəm evə ki, bilirdim ki, bir səhər tez durmalıyam. Ki, yatım ki, yuxumu ala bilim, tam yuxumu ala bilim. Şükürlər olsun, yuxumu da almışam. Və bizi izləyən tamaşaçıların hamısını salamlayıram. Cüməniz mübarək olsun dostlar. İnşallah ki, həftə sonunu yaşayırıq. Həftə sonu weekendlərdə belə deyim də əhvalınız şıq olsun, xoş olsun və bu 6 bazar, 5-6 bazarı əhval ruhiyyədə keçirdəsiniz. Ailə üzvlərinizlə, dostlarınızla və istədiyiniz insanlarla.
Təşəkkür edirik. Nazim müəllim, belə deyək, bir xeyli zamandır ki, o dediyiniz kimi efirlərdə biraz durğunluq görürük sizdə. Çox belə az-az hallarda çıxırsınız. Bu nə ilə bağlıdır? Rəna xanım, mən deyim sizə ki, məni tanıyanlar bilirlər. Mən onsuz da tez-tez efirlərə çıxmağın, Bilirik. yəni belə deyim ki, Tərəfdarı deyilsiniz. tərəfdarı deyiləm, hə. Mən də belə düşünürəm ki, o Ələkbər Tağıyev, Allah qəni-qəni rəhmət etsin, gözəl bəstəkarımız. Onun bir kitabı var idi, yazmışdı, yəni müğənninin həyat tərzi. Yəni hətta deyildi ki, müğənni yəni görsənməməlidir, məsəl üçün ictimai yerlərdə çalışmalıdır, görsənməsin, məsələn ictimai nəqliyyatdan istifadə eləməməlidir. Yəni biraz əl çatmaz olmalıdır. Və orada belə bir şey də var idi. Onda o vaxtda bir ana kanal var idi, ASTV. Yəni ki, başqa özəl kanallar yox idi də, bugünkü kimi maşallah ölkəmizdə çoxlu televiziya kanalları var. Orada hamıya növbə çatmırdı da. Məsələn, sərəsər olsa da çıxa bilmirdin. Konsertlər də xüsusi diqqətli olurdu həmin ərəfələrdə. Və ona görə mən düşünürəm ki, biraz da tamaşaçı darıxsa mənim üçün daha yaxşı olar. Biraz da bu mənim düşüncəmdir. Bilmirəm nə qədər düz düşünürəm, nə qədər düz düşünmürəm. Amma tez çıxmağın da mən düşünürəm ki, belə fikirləşirəm ki, yəni xeyrindən çox bəlkə də ziyanı ola bilər. Və bir neçə dəfə olmuşam ki, belə bir müəyyən yerlərdə olmuşam. Məsəl üçün orada televizor olub, məsəl üçün insanlar baxanda belə, əşi bu da bezdir və Hasan açırsan efirdədir. Yəni bax bunları kənarlardan eşitmişəm deyə. Ona görə düşünürəm ki, bir gün mənim üçün də bu sözü deyə bilərlər də. Amma siz o sənətçilərdən deyilsiniz ki, sizin üçün o sözü desinlər. Buna yəni əmin ola bilərsiniz. Digər tərəfdən sənətçilərin əlçatanlıq məsələsindən danışdınız. Bu o zaman mümkün olar ki, artıq bugünkü gün show biznes o şəkildə qurulub ki, bir sənətçi zaten müxtəlif şou proqramlarda iştirak edir və insanlar onsuz da gedib orada onu görə bilirlər deyə. Konsertlərə sanki biraz maraq azalıb. Bu haqda da danışacağıq. Mən mütləq şəkildə sizin fikirlərinizi alacağım bununla bağlı. Səhhətiniz nə yerdədir? Həm bizi, həm izləyicilərimizi maraqlandıran suallardan. Şükürlər olsun. Mən o başı bəlalı müğənnilərimizdənəm. Yəni ki, məni illərdir ki, insanlar izləyirlər, insanlar tək qoymurlar. Amma yenə də mən sizin veriliş vasitəsilə fürsətdən istifadə edərək yenə də mən xalqımıza, insanlara dərin təşəkkürümü bildirmək istəyirəm. Öz adımdan, ailəm adından ki, valla o qədər mənə mesajlar gəlir. Məsəl üçün, istər telefonuma, istər Facebook sosial şəbəkəmdəki olan yəni hesabıma, Instagram, TikTok, yəni ki, insanlar yalqız qalırlar. Məsəl üçün, yəni deyim ki, belə yan keçmirlər də, hamı yazır, hamı şəfalar diləyirdi, hamı dualarını eləyirdi və göydə Allah Taala yerdə bax xalqımız, insanlarımız, məsəl üçün həkimlərimiz, bəli həkimlər. Qısaca mən bir şey deyim sizə, Rəna xanım. 2017-dən bu tərəfə, 2025-dir də indi. Mən məsəl üçün 2017-dən başlayıb da mənim bu epopeyam, bu həkim, səhhətlə bağlı problemlərimiz, pasiyent, yəni ki, münaqişəsi, bax məndə 2017-ci ildən başlayıb və deyim ki, sizə səhiyyəmizdə o qədər inkişaf var, o qədər yaxşılığa doğru gedirik. Mən bu günləri, məsəl üçün, həkimlərimizin qarşısında baş əyirəm və deyirəm ki, bu günləri Azərbaycan doktorları, həkimləri mükəmməldirlər. Çox mükəmməldirlər və az bir müddət keçiblər. 2017 və 2025 nə qədər keçib kimsə, 8 il keçib də. Amma nə qədər inkişaf ediblər həkimlərimiz. Ümumiyyətlə, həkimlik sənəti həqiqətən çox müqəddəs peşələrdən biridir. Buna görə də insanların sağlamlığında çox mühüm rol oynayırlar. Təşəkkür edirik həkimlərimizə. Fürsətdən istifadə edərək, Rəna xanım, istəyərdim Aynur xanıma, Cəbrayıl doktora, Edgar doktora, Ruslan doktora, ümumiyyətlə onların simasında Ayxan doktora. Öz işini peşəkarcasına görən bütün həkimlərimizə Mirəşim doktora, yəni hamısına mən təşəkkürümü bildirmək istəyərdim və ümumiyyətlə yaxşı nevropatoloqumuz var, Lalə xanım, Neftçilər xəstəxanasında. Ona təşəkkürümü bildirmək istəyirəm. Ümumiyyətlə həkimlər var olasınız. Elə sizin bu elədiyiniz, belə deyim də, təqdimatdan sonra sırada reklamların vaxtıdır. Reklamlarımızı izləyək, daha sonra söhbətimizi davam edəcəyik.
İmzalı markasının Dilkeş parfümün baş sponsorluğu, defektolog logoped Ayşə Mamedovanın xüsusi sponsorluğu və başmaqçı kişi ayaqqabıları mağazalar şəbəkəsinin sponsorluğu ilə Yeni Səhər reklamlardan sonra davam edəcək. İmzalı markasının Dilkeş parfümün baş sponsorluğu, defektolog logoped Ayşə Mamedovanın xüsusi sponsorluğu və başmaqçı kişi ayaqqabıları mağazalar şəbəkəsinin sponsorluğu ilə Yeni Səhər reklamlardan sonra davam edir. Xeyirli, gününüz uğurlu olsun. Bir daha verilişimizi sponsorlarımızın təqdimatı ilə davam etdirmək istəyirik. Verilişin baş sponsoru İmzalı markasıdır. İmzalı markası yüksək keyfiyyətli kafel, keramika, mərmər və mozaika yapışdırıcıları, dərs dolguları, hidrolizasiya məhsulları, hazır suvaqlar, təmir məhsulları, üzlük və döşəmə materialları və nəhayət termoizolyasiya materiallarını istehsal edir. Odur ki, keyfiyyəti uzaqda axtarmayın. Beynəlxalq standartlara cavab verən premium məhsullar artıq hər kəs üçün əl çatandır. Məlumat üçün, əlaqə üçün 05773 77 73 sayılı telefon nömrələri ilə əlaqə saxlayaraq İmzalı markasından məhsulları əldə eləyə bilərsiniz. Daha bir növbəti sponsorumuz isə bizim Dilkeş parfümlarıdır. Dilkeş parfümları haqqında çox söz demək olar. Hazırda siz özünüz də görürsünüz burada. Dilkeş parfümları Azərbaycanda ən böyük onlayn şəbəkələrdən biridir. 5000-dən çox xanım, 1000-dən çox bəy Dilkeş parfümları şəbəkəsində çalışır. Siz də öz biznesinizi məhz 32 AZN-ilə qura bilərsiniz. Təkcə biznes deyil, özünüzə və yaxınlarınıza parfüm almaq istəyirsinizsə, Dilkeş parfümla əlaqə saxlaya bilərsiniz. 4 ətir alana 1 ətir, 8 ətir alana 2 ətir hədiyyə olunur. 12 ətir alana 3 ətir, 16 ətir alana 6 ətir və qızıl uğur bilərziyi hədiyyə olunur. Bundan əlavə Dilkeş parfümunda hədiyyəli çantalar, qutular, ev və avtomobiliniz üçün ətirlər, kosmetik vasitələr, sabunlar, bədən spreylərini əldə eləyə bilərsiniz. Hazırda özünüz də elə burada məhsulları görürsünüz. Və bizim növbəti sponsorumuz biraz sağlıqla bağlı olan bir sponsordur. Xüsusi sponsorumuz defektolog logoped Ayşən Mamedovadır. Ayşən Mamedova uşaqlar və böyüklərdə olan nitq qüsurlarını peşəkarcasına aradan qaldırır. Belə ki, logopedik təlimlər, refleksoloji masajlar, relaks masajlar sizin uşaqlarınızın nitqində olan problemlərin aradan qalxması üçün çox vacib nüanslardandır. Bunu isə Ayşən Mamedova reallaşdırır. Ağdam klinikası və Ağcabədi MedCity regional klinikasında Ayşən Mamedova müxtəlif belə deyək, nitqlə bağlı olan qüsurları aradan qaldırır. Nitq ləngiməsi, dislaliya, alaliya, kəkələmə, xaxalaliya, disqrafiya, Down sindromu, əqli və psixi inkişafın ləngiməsi, diqqət əksikliyi, insultdan sonra nitqin itirilməsi, autizm və s. kimi problemlər varsa, bu xəstəliklərin korreksiyasını Ayşən Mamedovaya həvalə eləyin. Ağdam və Ağcabədiyə qonşu olan rayonların sakinləri, siz də uşaqlarınız və böyüklərdə olan nitqlə bağlı bütün problemlərin həllini defektolog, logoped Ayşən Mamedovaya əminliklə həvalə eləyə bilərsiniz. Və bizim növbəti sponsorumuz Başmaqçıdır. Başmaqçı 10 ildən artıqdır ki, ölkəmizdə, şəhərimizdə fəaliyyət göstərir. 4 mağazası var. Gənclik Əhmədli Neftçilər ərazisində və Binə Ticarət Mərkəzində xidmət göstərir. Ən son dəbə uyğun, ən son ayaqqabıları, yenilikləri məhz Başmaqçıdan görə bilərsiniz. Başmaqçı sevərlər, hər birinizi mağazamızda gözləyirik. Başmaqçı ayaqqabıları ayaqlarınızın rahatlığı deməkdir. Və bizim növbəti bir qonağımız olacaq. Mən verilişimiz başlayanda bildirdim ki, bugün bizim təhsillə bağlı, belə deyək, təhsillə bağlı mövzumuz var. Hansı ki, təhsildəki yeniliklərdən danışacağıq. Təhsilimizdə nə kimi yeniliklər var? Xaricdə təhsillə bağlı gündəm hal-hazırda aktualdır. İnsanlar attestat qiymətləri ilə xaricdə təhsil almağa üstünlük verirlər. Və qonağımız hazırda studiyamızdadır. Biz istəyərdik ki, qonağımızı dəvət eləyək. Təhsillə bağlı, xaricdə təhsillə bağlı, çox üzr istəyirəm, deməli, xaricdə təhsillə bağlı suallarımızı, nə suallarımız varsa siz də yeri gəlmişkən qoşulub bizimlə bölüşə bilərsiniz. Və suallarınızı ünvanlayıb suallarınıza cavab tapa bilərsiniz. Bununla bağlı yönləndirmə olunacaq bu mənada ki, istiqamət veriləcək, məlumat ala bilərsiniz və fikirlərinizi bizimlə bölüşə bilərsiniz. İlahə Şıxverdiyeva hazırda studiyamızdadır. Xaricdə təhsil üzrə mütəxəssis. Biz dəvət eləyək qonağımızı. Xoş gəlmişsiniz İlahə xanım. Sabahınız xeyirli, gününüz uğurlu olsun. Buyurun. Necəsiz? Burada Allah sizi bu tərəfə əyləşdirin, zəhmət olmasa. Necə gedir işləriniz? Təşəkkür edirəm. Sizi və tamaşaçıları salamlayıram. Uzandı sizin təqdimatınız.
Hal-hazırda gündəm mövzulardan biridir. Xaricdə təhsil, xüsusilə təhsillə bağlı mövzular. Çünki bilirik ki, artıq bu təhsil mövsümü başa çatır. Yeni təhsilə artıq hazırlıqlar başlayıb. Yeni təhsilə hazırlıqlar həm ölkəmizdə, həm xaricdə təhsillə bağlı insanların çox diqqətini cəlb edən mövzulardan biridir. Və biz elə ilkin olaraq sizin fəaliyyətiniz haqqında bir məlumat almaq istəyərdik. Edis4 Təhsil Mərkəzi 2015-ci ildən rəsmi dövlət qeydiyyatından keçərək fəaliyyətə başlamışdı. Bizim Bakıdan başqa Türkiyənin Ankara və İstanbul şəhərlərində daimi fəaliyyət göstərən ofislərimiz vardır. Biz hər il minlərlə tələbənin xaricdə təhsil xəyallarının gerçəkləşməsində işlərimiz olmuşdur. Biz eləcə də Türkiyə, digər Avropa ölkələri, Kanada, Amerika və başqa ölkələrlə, universitetlər, dil kollecləri və s. əməkdaşlıq edirik. Aha, əməkdaşlıq edirsiniz. Azərbaycanda ümumiyyətlə xarici təhsil şirkətləri çoxdur, bilirik. Günümüzdə müxtəlif belə şirkətlər var və aktualdır deyək. Niyə görə insanlar sizi seçməlidir? Tələbələr niyə sizi seçməlidir? Onlara hansı keyfiyyəti və hansı fərqi verirsiniz? Düzgün qeyd edirsiniz ki, Azərbaycanda xarici təhsil şirkətləri çoxdur. Ancaq universitetlərlə birbaşa əlaqədə olan, vasitəçi olmadan əlaqədə olan təhsil şirkətləri çox azdır. Biz yalnız çalışdığımız universitetləri tələbələrə təklif edirik. Əgər çalışmırıqsa, əvvəlcədən bildiririk ki, biz bu universitetlə çalışmırıq və sizin qəbulunuzu verə bilmərik. Daha sonra bizim əvvəldə qeyd etdiyim kimi Ankara və İstanbulda şöbələrimiz olduğuna görə tələbələrin qarşılama və yerləşdirmə kimi məsələlərində heç bir problem yaşanmır. Bundan əlavə olaraq bəzi şirkətlər var ki, çox təəssüf ki, çalışmadıqları halda ixtisas və universitetlərə söz verirlər. Belə şirkətlər çoxdur. Mən əslində fərqimizi davam etdirə bilərəm. Lakin zaman amilini nəzərə alıb düşünürəm ki, bu üç kriteriya yetərlidir. Bu kriteriyalar kifayət eləyir deyirsiniz. Və elə bundan danışmışkən hansı ixtisaslar və hansı ali məktəblər sizdə var? Bu xidmətlər haqqında da danışaq, məlumat verək. Biz Türkiyədə həm dövlət, həm də özəl universitetlərlə çalışırıq. İxtisaslar isə tibb, diş həkimliyi, mühəndislik, hüquq, bir çox ixtisaslar, biznesin idarə olunması, Bir daha qeyd edək, bu izləyən tamaşaçılarımız varsa. Deməli, tibb, diş həkimliyi, hüquq, mühəndislik, biznesin idarə olunması, iqtisadiyyat, turizm və s. kimi ixtisaslarla biz çalışırıq. Bu ixtisaslar üzrə biz həm dövlət, həm də özəl universitetlərə qeydiyyatlar həyata keçirdirik. Qeydiyyatlarımız nə zamandan başlayır? Hər universitetin öz müraciət tarixi olur, yəni akademik təqvimi olur. Ümumiyyətlə, Türkiyədə təhsil almaq istəyən tələbələr müraciət etməkdə gecikməsinlər. Çünki istədikləri universitet və ixtisasda təhsil üçün erkən müraciətdə fayda var. Əsas onu nəzərə almaq lazımdır ki, xarici tələbələr üçün ixtisaslarda yerləşdirmə sayları çox məhdud sayda olur. Ona görə də vaxtında müraciət etmək lazımdır ki, öz seçdikləri universitet və ixtisasda təhsil ala bilsinlər. Əla. Bu haqda söhbətimizi davam eləyəcəyik. İzləyicilərimiz bilir ki, müxtəlif mövzular, müxtəlif qonaqlarla bizim verilişimiz davam eləyir. Hazırda isə daha bir qonağımızı studiyamıza dəvət eləmək istəyirəm. Qoy izləyicilər də izləsinlər, bilgilənsinlər. Santexnika və istilik sistemləri üzrə mütəxəssis Qasımov Ələsgər hazırda studiyamızdadır. Sabahınız xeyirli, gününüz uğurlu olsun. Buyurun bu tərəfdən alaq sizi. Buradan gəlin, zəhmət olmasa. Əyləşin. Necə başlamısınız gün Ələsgər müəllim? Biraz Buyurun mikrofona. salam, arvad olsun. Çox sağ dəvətə görə təşəkkürlər. Biraz yollar tıxac idi, amma şükür Allah yaxşı vaxtında gəlib çıxdıq verilişə. Çox şükür. Minnətdaram. Necə gedir işlər? Şükür Allah qaydasına gedir, işlərimizi görürük. Çalışırıq işlərimizi yüksək səviyyədə görək. Gözəl gedir, çox sağ olun. Fərqli sahələrin insanları əyləşib sənətçimiz, təhsil sahəsi, eyni zamanda tikinti quruculuq sahəsində də siz əyləşmişsiniz burada. Fərqli mövzularla bağlı çalışırıq ki, insanlara bilgilər verək, məlumatlandıraq. Su təchizatı üçün kollektor sistemi yaxşıdır, yoxsa plastik qaynaq olan borular? Bax, bu haqda qısaca məlumat verin. Bilir ki, sizin sahənizdir, insanlara bilgiləndirək, istifadə edərkən bilsinlər ki, nəyi nə üçün istifadə edirlər? Bəli, qaynaq boruları biraz necə 10 il, 15 il bundan qabaq populyar idisə, indi son vaxtlar bir 5-10 ildə necə deyirlər, kollektor sistemi daha populyardır və onun üstünlükləri var. Məsləhətdir ki, kollektor sistemi... Hansı üstünlükləri var? Hansı üstünlükləri? Onlar kollektordan hər hansı bir toçkaya, hansı bir kranta, məsələn, simisilə qatışdırıcıya su gedirsə, oradan sızma olarsa, onu həmən kollektordan bağlamaq olur, ya suyun bərabər şəkildə bölünməsinə görə onun üstünlükləri var. Üstünlüklər. Bəli. Nazim bəy, ev işləri ilə belə bu santexnik filan işləri də evdə təmir məsələləri ilə aranız necədir? Hansısa bir problem yaşananda dərhal müdaxilə edə bilirsiniz, yoxsa yox?
mən yalnız müğənniyəm və oxuya bilirəm. Qalan heç evdə lampoçkanı da mən dəyişmirəm. Lampoçka yanıbsa, onun da mütəxəssisi var. Dəvət edirəm, gəlir, dəyişir, pulunu ödəyirəm, çıxır. O da ustaların işi, bizim işimiz. Vallahi. Yəni eləmirsiniz yoxsa eləyə bilmirsiniz? Eləməmək başqası idi ki, İstəmirəm, heç istəmirsiniz. əl vurmaq istəmirəm. Nə üçün? Çünki baxın, bizim ən böyük problemimiz odur ki, hər bir insan öz peşəsindən başqa peşələrə də başlayır yiyələnməyə. Ay kişi, sən santexniksən, otur o işinlə məşğul ol. Biliyorsan, santexnik gəlib, üzr istəyirəm, yəni bu ifadəmdən çox xahiş edirəm. Biliyorsunuz, santexnik məsəl üçün öz işindən qalıb başlayır şeir yazmağa. Bilmirəm, bu ilhamı hardan, borulardan alır, yoxsa hardan alır, bilmirəm. Ya və yaxud tutalım ki, indi xanım burada təhsildən bəhs edir. Biliyorsun, təhsildə işləyən insan məsələn başlayır mahnı bəstələməyə. Yəni ki, biz ona görə deyirəm ki, hər kəsin öz işi ilə məşğul olsa, valla bütün bəşəriyyatımız öz axarı ilə gözəl keçər. Yəni gedərdə. Yəni ki, diletant insanlar digərsən. Mən məsəl üçün necə durum indi deyim ki, gəlin mən sizi nə bilim Ankarada, yəni İstanbulda ya İngiltərədə, Londonda falan yerdə məsəl üçün ali məktəbə sizi yönəldim, düzəldim. Bu mənim peşəm deyil, bu mənim istiqamətim deyil. Ya və yaxud mən gələrəm Tanışlarınız olanda yönləndirin. Mən gələrəm sizin o şlangı dəyişərəm, nə bilim, nə edərəm, bağlayaram. Mənlik deyil valla. Ona görə də düşünürəm ki, tək mən yox, bu ümumiyyətlə incəsənətlə məşğul olan insanlar belə şeylərdən uzaqdırlar. Yəni ki, o su axırsa mən onu neyim, maşındır, xərab oldu, mən elə maşını orada qoyub çıxıb gedirəm. Zəng vururam, gəlirlər, evakuatordan götürüb, aparıb, düzəldirlər, sonra mənə verirlər. Bayaq bir nüansı qeyd elədiniz ki, yəni öz işi ola-ola başqa sahəyə də maraq göstərirlər. Maraq göstərə bilərlər. Əgər yaxşı alınırsa, o zaman bunu heç işıqlandırmaq da pis deyil, amma nə pis o zaman ki, yaxşı da alınmır, onu işıqlandırmaq. Mən bir dənə siz nəyin həsrətini aparıram, bir dənə onun həsrətini aparıram ki, o bəzi kişilər var, məsəl üçün, yaxşı yemək pişirə bilirlər. Bizim aşbazımız, məsəl üçün, burada. Ola elə kişilərə, məsəl o ağ paxıllıqda, belaya zavis. Mən o insanları çünki olub ki, dəfələrlə harasa yaylağacada çıxmışıq elə bir şey. Şimdi o dostlar məsəl üçün hamısı neynəsə məşğul olub. Məsəl üçün mən kartuşkanı, bu boyda kartuşkanı soysam o qalar bu boyda. Yəni demək istəyirəm ki, yəni oturub ancaq onları seyr edirəm və deyirəm ki, kaş mən də bunları bacaraydım. Düz deyə insan istəyi olsa hər şeyə nail ola bilər, hər şeyi öyrənə bilər. Amma incəsənət elə bir o tamam başqa bir sferadır. O gərək içində heç olmasa sənin ən azından balaca da olsa, az da olsa, bir balaca da olsa istedad olmalıdır. Çünki istedadsız insan incəsənətə yasaq adamdır. Ümumiyyətlə, hər bir sahədə bacarıq, bilik önəmlidir. Məsələn, insanlar var ki, evlərində adicə isitmə sistemlərini belə özləri deyirlər ki, biz özümüz eləyəcəyik. Sonrasında müəyyən problemlər yaşayırlar. Xüsusən də bu aiddir yerdən isitmə sistemlərinə, hansı ki, ən qlobal problemlər bəzən görürsən. İndi evdir də, deyək ki, təbii ki, evdə hansısa bir narahatlıq yaşanırsa, xüsusən bu yerdən isitmə sistemləri ilə bağlıdırsa, çətinliklər də yaşanacaq. Yerdən isitmə sistemləri məsləhətdir, yoxsa radiator sistemi? Belə bir sual ünvanlanıb, istəyərdik bunu cavablayasınız. Nazim bəyin sözünə bir qövvə, düzdür, hər öz işlə məşğul olsa yaxşıdır. Çünki son vaxtlar sızmalarla bağlı müraciətlər çox olur. Bizim dostlarımız var, o sızma işlə məşğul olanlar var, onların yəni bir yerə oturub söhbət edəndə görürük ki, yəni o işin peşəkarı olmayan insanlar o işlə məşğul olduğuna görə, yəni sızmalar, fəsadlar çox olur və ev sahibləri əziyyət çəkir, bəli. Qaldı ki, radiator yerdən isitmə məsələsinə görə, indi o ev sahibinin öz seçiminə bağlıdır birincisi. İkincisi ki, həyət evlərində məsləhətdir ki, yerdən isitmə olsun. Bina evlərində qonşular yaşayış olduğuna görə oranı isitmə ilə də necə güc sərf olunmur, yəni enerji sərf olunmur, amma həyət evlərində... Həyət evlərində betonun qalınlığı istiliyə nə dərəcədə təsir göstərir? Onun öz norması var, əgər öz normasından ya az olsa, ya çox olsa, onun fəsadları var. Fəsadlar yaradır. Bəli, bəli. Ev içində boruların izolyasiya olunması, yəni bu lazımdırmı, vacibdirmi və nəyə diqqət olunmalıdır? Fərq yoxdur, evdən ya bayırda olsun, ya evin içində gedən borular olsun, onlar hamısı izolyasiya olunmalıdır. Çünki polun altında, döşəmənin altında olan borular izolyasiya olunmasa, yəni taxtalarda
problemlər çıxa bilər və su itkisində, radiatorlara gedən su itkisindəki su temperaturunun itkiləri gətirib çıxarda bilir. Aha, su temperaturunda problemlər yaşadır və bu problemlər də elədir ki, bəzən görürsən bina evlərində əgər olursa təkcə ev yəsinə deyil, qonşulara da problem yaratmış olur. Bəli. Söhbətimizi davam eləyəcəyik. Ümumiyyətlə, söhbətimiz təhsildirsə, təhsildən danışırıqsa, bugün təhsil sahəsində kifayət qədər yeniliklər var. Süni intellektin təhsilə gəlməsi bu özü ayrıca bir yenilikdir. Təhsil sistemində digər, belə deyim də, vasitələrin riyaziyyat, iqtisadiyyat, incəsənətin birbaşa olaraq birləşərək hansısa bir yeni təhsil metodikasının yaradılması kimi məsələlər var gündəmdə. İndi bilmirəm, sizdə bu yönlə bağlı hansı insanlara belə deyək, təqdim olunacaq hansı xidmətlər var, bu haqda danışacaq. Qeydiyyatlarımız nə zamandan başlayır bizim? Çünki yenə də az öncə də mən bildirdim, təhsillə bağlı biz bu mövsümü yekunlaşdırmaq üzrəyik və yeni mövsüm başlayır. Yeni mövsüm üçün qeydiyyatlarımız nə zamandan başlayır? Türkiyədə hər universitetin öz müraciət tarixi olur, akademik təqvimi olur. Ancaq Türkiyədə təhsil almaq istəyən tələbələr elə indidən müraciət etsələr faydalı olar. Çünki universitetlərdə ixtisaslar üzrə müəyyən qədər limitli sayda yer ayrılır. Keçən illə nisbətən artıq bu il 2-3 dəfə azaldılıb yerlər. O baxımdan istədikləri universitetdə və ixtisasda təhsil almaq istəyirlərsə, elə indidən vaxtında müraciət etsinlər ki, gecikməsinlər. Çox qısa da bir sual cavablandırmanızı istəyəcəm. Türkiyə universitetlərinə qəbulda attestat balının əhəmiyyəti varmı? Daha sonra Nazim bəydən daha bir ifa gələcək, amma bu sualımızı cavablayaq. Təbii ki, həm də böyük bir əhəmiyyəti var. Çünki biz əvvəldə qeyd etdiyim kimi tibb, diş həkimliyi, mühəndislik, hüquq və s. kimi yüksək ixtisaslara qəbul həyata keçirdirik və bu ixtisaslara da attestat balının böyük bir əhəmiyyəti var. Ən çox bal tələb olunur tibb və diş həkimliyində. Bəzi 4 illik bakalavr dərəcələri üçün 60 üzəri, hüquq, mühəndislik, memarlıq, əczaçılıq kimi ixtisaslar üçün 80 üzəri, digər ixtisaslar üçün isə hansı ki bu tibb və diş həkimliyidir, 90 üzəri bal tələb olunur. Ona görə də biz hər zaman tələbələrlə, valideynlərlə konsultasiya aparan zaman onların attestat ballarına xüsusi qiymət fikir veririk, diqqət yetiririk və baxırıq ki, onlar hansı ixtisasa və hansı universitetə uyğundurlar. Çox təəssüf ki, bəzi xarici təhsil şirkətləri bu amili nəzərə almadan tələbənin istəyinə uyğun qeydiyyat aparırlar. Sonda isə təbii ki, qəbul alına bilmir. Tamamilə başqa bir ixtisasa universitetə qəbul verirlər. Sonda da nə zaman qalmır, nə də seçim qalmır. Tələbə də məcburiyyət qarşısında seçim etməli olur. Ona görə də xarici təhsil şirkəti seçərkən diqqətli olmaq lazımdır. Tamam, danışacaq, söhbətimizi davam edəcəyik. Hazırda isə verilişimizi Nazim bəyin ifası ilə davam etdiririk. Yağış pıçıltısıyam gözlerine yağaram, narın gülen bakıştan külek olup eserem, külek olup eserem. Qapanı döyməyə tələsərəm, bu dünyadan qoparam, göğüzündən asılaram. Məni heç kimdən soruşma, bu şəhərdə sən axtarma. Soruş məni küləklərdən, soruş məni yağışlardan, axtar məni gökyüzündə, bir dənizin sahilində, axtar məni özündə, bu nəğmənin sözündə. Məni heç kimdən soruşma, bu şəhərdə sən axtarma. Soruş məni küləklərdən, soruş məni yağışlardan, axtar məni gökyüzündə, bir dənizin sahilində, axtar məni özündə, bu nəğmənin sözündə.
Yağış pıçıltısıyam gözlerine yağaram bir narın gülen bakıştan külək kimi əsərəm Məni heç kimdən soruşma Bu şəhərdə sən axtarma Soruş məni küləklərdən Soruş məni yağışlardan Axtar məni gökyüzündə Bir dənizin sahilində Axtar məni özündə Bu nəğmənin sözündə Məni heç kimdən soruşma Bu şəhərdə sən axtarma Soruş məni küləklərdən Soruş məni yağışlardan Axtar məni gökyüzündə Bir dənizin sahilində Axtar məni özündə Bu nəğmənin sözündə Şəhərdə sən axtarma Soruş məni küləklərdən Soruş məni yağışlardan Axtar məni gökyüzündə Bir dənizin sahilində Axtar məni özündə Bu nəğmənin sözündə İmzalı markasının Dilkeş parfümün baş sponsorluğu, defektolog logoped Ayşə Mamedovanın xüsusi sponsorluğu və başmaqçı kişi ayaqqabıları mağazalar şəbəkəsinin sponsorluğu ilə Yeni Səhər reklamlardan sonra davam edəcək. İmzalı markasının Dilkeş parfümün baş sponsorluğu, defektolog logoped Ayşə Mamedovanın xüsusi sponsorluğu və başmaqçı kişi ayaqqabıları mağazalar şəbəkəsinin sponsorluğu ilə Yeni Səhər reklamlardan sonra davam edir. Verilişimiz davam eləyir qonaqlarımızla bərabər. Bir daha sabahınız xeyirli, gününüz uğurlu olsun hər birinizin. Və mən mətbəxə bir keçid almaq istəyirəm. Baxaq görək. Buyurun. Buyurun Azim müəllim. Kəsdim. Mən üçün deməsəm bunu qəbahət olar. Bayaq oxuduğum mahnı Axtarma məni adlanır. Sözləri Sabir Abzinovun da, musiqisi Nadir Əzimovun da. Yəni müəllifləri sadəcə qeyd edim ki, çox gözəl musiqidir. Sizin hər zaman xüsusi tərzinizlə seçilirsiniz Nazim müəllim. Təşəkkür edirəm. Ona görə mahnılarınız da, musiqiləriniz də hər zaman yadda qalandı. 10 il, 15 il bundan öncəki mahnınızı belə soruşsaz, mən inanmaram ki, kimsə desin ki, yox, mənim bu mahnıdan xəbərim yoxdur. Elə bir möhürünü vurduğunuz Necə unudum səni mahnısı ki var. Bu düşünürəm ki, yəni hər şeyə dəyər. Söhbətimizi davam elətdirmək istəyirəm. Xaricdə təhsillə bağlı İlahə xanımla. İlahə xanım, Türkiyədə təhsildən danışırıq. Türkiyədə təhsildən danışırıq və qeydiyyat müddətini bildirdik, balları bildirdik ki, deməli, belə deyək də, nə qədər bal lazımdır. Çünki bəzən elanlarda digər şirkətlər bar-bar bağırırlar ki, heç bir attestat qiymətlərinə diqqət yetirilmir. İnsanlar nəyə diqqət eləməlidirlər xaricdə təhsillə bağlı hansısa bir mütəxəssisə müraciət eləyərkən? Ümumiyyətlə bu çox absurd fikirdir, yalan fikirdir ki, yəni attestat balına diqqət yetirilmir, belə bir şey yoxdur. Artıq buradan bilməlidirlər ki, aldadılırlar. Mütləq şəkildə, çünki ixtisaslar yüksək olur. Türkiyə universitetləri də tələbə qəbul edəndə keyfiyyətli tələbə istəyirlər təbii olaraq. Ona görə də üzr istəyirəm, hər kəs gedib rahatlıqla oxuya bilməz, axı bu biraz haqsızlıq da olar. Yaxşı oxuyan tələbələr üçün, savadlı kütlə üçün haqsızlıqla olar. Ona görə dediyim kimi, bəzi 4 illik bakalavr ixtisasları var ki, 60 üzəri, mühəndislik, memarlıq, əczaçılıq kimi ixtisaslar üçün 80 üzəri, tibb və diş həkimliyi üçün isə 90 üzəri bal tələb olunur. Bu arada tibb və diş həkimliyi haqqında danışarkən onu bildirmək istəyirəm ki, biz bu sahədə ilk olaraq Edustar Təhsil Mərkəzi olaraq biz qəbul imtahanından sadəcə 450 bal üzəri toplanmış tələbələr üçün tibb və diş həkimliyi ixtisasına qəbul həyata keçirdirik və nəzərə alaq ki, bizim ölkəmizdə bu ixtisaslara qəbul üçün 600-650 bal üzəri bal tələb olunur və dediyim kimi,
şirkət seçərkən diqqətli olmaq lazımdır ki, rahat bir şəkildə hər şeyə söz verən, bu da olar, o da olar deyən şirkətlər biraz absürdür. Başa düşürəm, indi şirin dilə aldanırlar, elə bir vaxtda olurlar, həssas dönəmdə olurlar, o deyilənlər ona xoş gəlir. Ancaq biraz məntiqlə də irəliləmək lazımdır ki, bu təhsildir. Bəli. Dediyim kimi, hər bir amili nəzərə almaq lazımdır. Attestat balı olsun, tələbənin, valideynin büdcəsi olsun ki, o hansı şəhərdə təhsil alacaq, təhsil haqqını ödəyə biləcəkmi, yaşam xərclərini ödəyə biləcəkmi? Ona görə də biz ilkin konsultasiya zamanı hər bir amili nəzərə alırıq. Attestat qiymətlərinə də baxırıq, tələbənin maddi durumuna da baxırıq, onlara uyğun bir təkliflərdə bulunuruq biz. Yeri gəlmişkən elə bu sualınızın davamı olaraq, daha doğrusu bu sözünüzün davamı olaraq qiyabi təhsil haqqında istəyirəm danışaq və yaşam xərcləri. Yaşam xərcləri nə şəkildə təmin olunur, harda yaşayacaq tələbə, bunu da mı siz belirləyirsiniz, yoxsa necə? Ümumiyyətlə, Türkiyədə qiyabi təhsil yoxdur. Distant təhsili var. Distant təhsil üzrə istiqamətdə də biz Ərzurum, Atatürk və Eskişehir Anadolu Universitetləri ilə çalışırıq və altından çizərək bildirmək istəyirəm ki, distant təhsilin diplomu Azərbaycanda tanınmır. Təəssüf ki, həmin o şirkətlər bildirirlər ki, distant təhsilin diplomu tanınır. Xeyr, Azərbaycanda distant təhsil növü olmadığına görə Türkiyədə distant təhsil aldığımız zaman həmin diplom bizim ölkəmizdə tanınmayacaq. Ancaq minlərlə distant şəkildə təhsil alan tələbə var ki, hansı ki, özəl sektorlarda çalışa bilirlər və yaxud da vəzifə artırmaq üçün bunların imkanı ola bilir. Ancaq rəsmi şəkildə təəssüf ki, diplom tanınmır. Yaşam xərclərinə gəldikdə isə biz dediyimiz kimi bizim orada İstanbul və Ankara'da ofislərimiz olduğuna görə qarşılama və yerləşdirmədə heç bir problem yaşamırıq. Tələbə və valideynlər təbii ki, bu şəxsi istəyə görə dəyişir. İstərsə yataqxanada, istərsə də kirayə mənzildə yaşaya bilərlər. Həmin bu kirayə mənzili və yataqxananın təşkili bizim şirkətimiz tərəfindən həyata keçirilir. Qiymətlər isə şəhərə görə dəyişir. Ankara, İstanbul, İzmir kimi mərkəzi şəhərlərdə, eləcə də turistik şəhərlərdə qiymətlər nisbətən yüksək olur. Ancaq bəzi kənar şəhərlər, bölgə şəhərlər var ki, orada nisbətən daha aşağı olur qiymətlər. Həmin bu mərkəzi böyük şəhərlərdə aylıq xərclər 800-1000 manat arası, kiçik şəhərlərdə, kənar şəhərlərdə isə 600-800 manat arası tələbənin bir aylıq xərci olacaq. Sənədlərimiz hansılardır? Hansı sənədlər tələb olunur və tələbələr hansı sənədləri hazırlamalıdırlar? Bizə lazım olacaq tələbənin 11 illik attestatı, hansı ki bu attestat apostil olunmalıdır. Daha sonra qiymət cədvəli, transkript, yəni 9, 10, 11-ci sinif qiymət cədvəli, şəkil lazım olacaq, 4,5-ın 6 ölçüsündə rəngli və xarici pasport və yaxud da vəsiqə lazım olacaq. Onu vurğulamaq istəyirəm ki, bu attestatın apostil olunması sadəcə 5 saylı asan xidmətə həvalə olunub. Bunu mən sadəcə vətəndaş olaraq mövqeyimi bildirmək istəyirəm ki, bizim rayonlarda, bölgələrdə olan valideynlər, tələbələr olur müraciət üçün və onlar məcburdurlar ki, bir neçə dəfə Bakıya gedib gəlsinlər sırf o apostil üçün. Bu da vaxt baxımından, maddiyyat baxımından biraz çətinlik törədir. Təklif edərdim ki, çox yaxşı olardı ki, bu apostil məsələsi 5 saylı asan xidmətdən başqa bizim bölgələrdə də olan asan xidmətə həvalə olunsun ki, vətəndaşlar çox da əziyyət çəkməsinlər. Yeri gəlmişkən bölgələrdən müraciətlərlə bağlı da bir sual verim. Bu sadəcə sizin əlaqə nömrələrinizə əlaqə saxlamaqla mümkündür də, düzdürmü? Yəni başqa heç bir çətinlik yoxdur. Əlaqə nömrələrinizlə əlaqə saxlayacaqlar, qeydiyyata düşəcəklər və prosedur qaydalar nələrdirsə onlara riayət edəcəklər. Təbii ki, əgər gələ bilmirlərsə ilkin etapda sənədlərin şəklini WhatsApp vasitəsilə bizə göndərə bilərlər. Bizim həm zəng, həm də video vasitəsilə konsultasiyalarımız mövcuddur. İlkin etapda şəkilləri göndərdikdən sonra əgər alınırsa o sənədlərlə bir yerdə ofisə yaxınlaşa bilərlər. Yox, əgər olmursa poçt vasitəsilə də sənədləri bizə göndərə bilərlər. Ancaq yaxşı olar ki, qəbul sənədini gəlib elə birbaşa özümüzdən götürsünlər ki, biz xatirə şəkli çəkdirək. Nə gözəl. Və yekun olaraq sizin özünüzün bir fikrinizi bilmək istəyirəm. Tələbələr arasında ən çox diqqət, maraq hansı sahələrədir? Ümumiyyətlə, hər kəsin öz şəxsi fikri olur, hər sahəyə də maraq var. Ən çox müraciət olunur tibb və diş həkimliyi ixtisaslarına. Çünki bu imtahandır. Tələbələr də elə bir dönəmdə olur ki, həyəcan keçirə bilirlər. Yəni, bildiyi sualı belə səhv yaza bilirlər. Əgər bu qəbul imtahanından zəif bal toplayırlarsa, üzülməsinlər. Dünyanın axırı deyil ki, belə deyək, lora dildə. Yenə də həyat davam eləyir və biz də buradayıq. Heç bir imtahan nəticəsi olmadan, attestat qiymətləri ilə istədikləri ixtisaslarda qəbul həyata keçirə bilərik və onu da vurğulayım ki, həm istər dövlət universitetlərində, həm özəl universitetlərdə əyani təhsil alınırsa diplom da tanınır. Çünki valideynlər, tələbələri maraqlandıran vacib suallardan biri də budur ki, biz gedib təhsil aldıqda diplom tanınacaqmı? Təbii olaraq dediyim kimi, əgər əyani təhsil alırlarsa, istər dövlət, istərsə də özəl universitetlərdə diplomlar birmənalı şəkildə tanınır. Həmçinin bəy tələbələrimiz üçün də hərbi xidmətdən möhlət hüququ verilir.
Nə gözəl və bildirmək istəyirik ki, əgər həqiqətən də xaricdə təhsil almaq istəyirsinizsə və bununla bağlı hansısa bir planlarınız varsa, düşünürsünüzsə, çox rahatlıqla, əminliklə EduStar təhsil mərkəzinə və elə birbaşa İlahə xanımın özünə müraciət edə bilərsiniz. Mən düşünürəm ki, siz nə lazımdırsa, hansısa bir çətinlik olduğunda mütləq şəkildə doğru şəkildə yönləndirəcəksiniz. Təhsildən danışdıq, hər kəs gedib ali təhsil alacaq deyə bir şey də yoxdur. Müəyyən bir peşələr var ki, onlara da yiyələnmək lazımdır və mən sizin fikrinizi istəyirəm, bilim ki, bax, sizin sahədə necədir? Belə deyək, sizin sahədə təhsil almaq üçün, bilmək üçün, işinin peşəkarı olmaq üçün hara müraciət eləməlidirlər? Bizdə peşə məktəbləri var. O hansı ki sahələrə elektrik olsun, ya su təchizatı olsun, onların öz məktəbləri var. Gedib orada təhsil alıb bizdə o peşələri yenilə bilərlər. Nə qədər diqqət var bax bu kimi sahələrə? İnsanlar bu dəqiqə ustalara müraciət edirlər ki, gəlib onların yanında dayansınlar, bəli, şagird kimi dayansınlar, öyrənsinlər, bəli. Amma bundan da əlavə peşə təhsili olması peşə təbii təhsili, ki... bəli, lazımdır ki, hər hansı bir yerə gedəndə ola bilər ki, sizdən o sənət tələb edə Və eyni zamanda da bilərlər. işinin peşəkarı olmaq lazımdır. O, əlbəttə ki, Necə bəli, ki, baxın, mütləq bizim şəkildə. aşbazımız orada artıq yekunlaşdırıb deyəsən yeməyini. Qəribə ilər gəlir, gözəl. Hə, qoxular basıb studiyamızı. İndi yaxınlaşacağım sizə də, baxıb biləcəyik, görək bir nə hazırladınız, necədir orada da vəziyyət. Baxaq. Bayaqdan hazırlamışsınız demək ki. Nə gözəl. Buyurun. Artıq yeməyimiz hazırdır. Aha. Hər bir şey əlavə olunub. Sizcə necə pişdi. alınıb? Dadına Yaxşı efirdən alındı. sonra mütləq şəkildə baxacağıq, amma biz Bəli, sizin baxarsınız, özünüzün... fikirlərinizi bildirərsiniz. Yaxşı çıxdı. Yaxşı Gözlədiyim alındı. kimidir, bəli. Amma başqa yerlərdə bişiriləndə bəzən görsən ki, daha çox belə yağa düşmüş olur. Əslində bu cür mü olmalıdır, yoxsa necə? Əslində, bəli, bu cür olmalıdır. İndi hər bir yerin bişirmə qaydası ayrı, tamamilə ayrı olur. Məsəl üçün, elə insanlar var ki, başqa cür bişirir. Yox, onda bu İtalyan sayağı olmur da. İtalyan sayağı necə olmalıdırsa, biz əsas onu vurğulayaq. Bu Meksika mətbəxinə aiddir. Meksika mətbəxində bu filə əti ayrıca qovrulur. Ayrıca qovrulandan sonra onu soğan... Bəs biz niyə elə eləmədik? Biz də belə elədik. Siz də elə elədiniz, ayrı qovurdunuz, tamam. Sonra soğan əlavə olunur, bibər əlavə olunur, sonra ədviyyatlar, bu qədər. Tamam, mən diqqətdən onu qaçırmışam, çünki bu tərəfdə qonaqlarla məşğul idim. Sandım, elə bildim ki, ayrı qovurmamısınız onları. Amma yenə də qeyd edirəm ki, ümumiyyətlə, hansısa bir milli mətbəxə aid olan yemək sadəcə o şəkildə hazırlandığı halda biz deyə bilərik ki, məsələn, bu Meksikan sayağı fagitosdur. Əgər biz ona özümüzdən hansısa bir dəyişiklik eləyiriksə, o zaman öz əlimizin duzunda, dadında qatmış oluruq. Təşəkkür edirik sizə. Səhər tezdən gəldiniz, izləyicilərimiz üçün belə sadə bir menyu hazırladınız. İnşallah verilişdən sonra dadına da baxarıq. Düşünürük ki, dadı da çox mükəmməl olacaq. Çox sağ olun, təşəkkür edirəm sizə. Söhbətimizi davam elətdirmək istəyirəm burada qonaqlarımızla bərabər. Nazim müəllim, bu təhsillə bağlı danışmışkən təhsil, süni intellekt danışdım az öncə. Süni intellekt kifayət qədər nəinki təhsil, ümumiyyətlə bütün sahələrə daxil olub. Musiqidə nə kimi öz rolunu göstərir? Qısaca istəyərdim bu haqda danışaq, zamanımız az qalıb. Bu günləri o təzə o yağışdan sonra o çıxan göbələklər kimi o səhnəmizə, efirlərimizi o puştun mahnıları ilə bəzəyən o qızcığazlar var, o müğənnilər var. Adları da heç yadımda qalmır. Hərəsinin bir cür ad verirlər, yəni səhnə adları götürürlər. Valla səhnə adına da oxşamır. Baxırsan ki, neysə. Onların oxumaqları hamısı süni intellektdir. Məsəl üçün, məsəl üçün siz də gəlib studiyaya, hər bir insan, bax siz də gəlib studiyada elə ürəyinizi, ağzınızı açıb elə nə istəyirsiniz oxuya bilərsiniz. Tonikadadır, tonikada deyil, diton var, diton yoxdur. Sadəcə onu qoyacam avtotunedan sonra Melodin deyilən belə bir proqram var, səs yazma studiyalarda. O hərif bə hərif hər şeyi düzəldə bilirsən. Deməli, təsəvvür edin ki, avtotune nədir? Məsələn ki, adi televiziyada pulta qoyursan ki, məsələn kanalları tapsın da, o avtotune deyilir də. Həmən o avtotune oxumaqda da var, o proqramları var. Onu baxırsan, görürsən ki, süni intellekt özü sənin səsini düzəltdi, hər bir şey elədi. Harada ki alınmırsa, onda melodinə müraciət edirlər, daha bir proqram var.
O da oradan düzəldirsə, hamısı süni intellektlərdir də bunlar. Hə, düzəldir, sonra görürsən ki, efirdə hemen o adam çıxıb oxuyur, özü elə ağız dolusu danışır, güya ki bu oxuyub. Bu heç nə oxumayıb, bu elə ağzına gələni oxuyub orada. Orada sadəcə o kompüterdə süni intellekt. Amma nə qədər süni intellektdən istifadə olunsa da, o ki, o alətlərin, musiqi alətlərinin özünün, ifaçının ona toxunuşu olsun. Orada hiss olunmadı, ruh hiss olunmadı. İstənilən halda soyuqluq olur. Problem bilirsiniz nədir? Onu insanlar bilmirlər. MP3 faylı WAV formatdan ayıra bilməyən insanlar necə onu bilə bilər ki, bu özü oxuyub ya oxumayıb, ya süni intellekti yoxsa yox. Onu biz musiqiçilər baxanda bilirəm ki, səsinin tembrindən, yəni düzəlişdən görürsən ki, bu özü deyil, bu kompüterdir, bu yəni ki, süni intellekti. Yəni proqramların hesabına bu düzəlib hər şey. Təşəkkür edirik. Bu səhər bizimlə bərabər oldunuz və bu səhər tezdən verilişimizdə iştirak elədiyinizə görə sponsorumuzdan hər birinizə ayrı-ayrılıqda hədiyyə var. Buyurun, bu xanımımızın baş sponsorumuz bizim Dilkeş Parfümdən. Çox sağ olun, təşəkkür edirəm. Buyur qardaş. Buyurun. Xoş gəldiniz bir daha. Dilkeş əslində muğam, bu insan kimdirsə bu Dilkeş parfümün yiyəsi sahibi. Dilkeş ümumiyyətlə muğamda bir şöbə adlanıb, Dilkeş şöbəsi var muğamda. Ona görə bu insan kimdirsə... Mağazanın sahibi Orxan müəllimdir və öz yoldaşının adına həsr eləyib. Musiqi ilə bağlı bir insandır. Yoldaşının adı da ona uyğun qoyub. Təşəkkür edirik. Bu səhər gəldiniz, studiyamızda qonaq oldunuz. Minnətdarıq sizin hər birinizə. Və sonda kiçik bir təşəkkürümüz geyimə görə olacaq. Loft Fashion mağazasına və xüsusilə Vüsalə xanıma minnətdarlığımızı bildiririk. Sonda isə Nazim bəy sizdən bir ifanızı alacağıq. Mən yenə oxuyuram. Sabah yenidən eyni vaxtda, eyni məkanda, daha doğrusu birinci gün, yeni iş həftəsində görüşmək ümidi ilə dəyərli izləyicilər. İnşallah yenidən sizin qarşınızda yeni mövzular, fərqli qonaqlarla qarşınızda olacağıq və bizi izləyərək müxtəlif məlumatlardan xəbərdar ola bilərsiniz. Gözəlim qəlbimlə bağlıyam sənə, əziyyət verənimi sevənə. Gözəlim qəlbimlə bağlıyam sənə, əziyyət verənimi sevənə. Yandırdın qəlbimi aman, ey qaşları kaman, məni dərdə salan yar. Sensiz yaşaya bilmərəm, ey sevgili canan, bu eşkimə inan. Yandırdın qəlbimi aman, ey qaşları kaman, məni dərdə salan yar. Sensiz yaşaya bilmərəm, ey sevgili canan, bu eşkimə inan. Seni görməyəndə fənadır halım, İntizarda qoyma, gəl qazanalım. Seni görməyəndə fənadır halım, İntizarda qoyma, gəl qazanalım. Yandırdın qəlbimi aman, ey qaşları kaman, məni dərdə salan yar. Sensiz yaşaya bilmərəm, ey sevgili canan, bu eşkimə inan. Yandırdın qəlbimi aman, ey qaşları kaman, məni dərdə salan yar. Sensiz yaşaya bilmərəm, ey sevgili canan, bu eşkimə inan.
qaşları kamal məni dərdə salan yar Sensiz yaşaya bilmərəm Ey sevgili canan bu eşqimə inan Yandırdın qəlbimi yaman Ey qaşları kamal məni dərdə salan yar Sensiz yaşaya bilmərəm Ey sevgili canan bu eşqimə inan İmzalı markasının Dilkeş parfümün baş sponsorluğu, defektolog logoped Ayşə Mamedovanın xüsusi sponsorluğu və başmaqçı kişi ayaqqabıları mağazalar şəbəkəsinin sponsorluğu ilə Yeni Səhər bitdi.